Azərbaycan Dəmir Yolları Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin layihələndirilməsi və modernləşdirilməsi üzrə layihələndirmə işlərini tam yekunlaşdırmışdır. Hal-hazırda olduğumuz Ermənistanla sərhəddə Ordubad rayonunun Salaməlik stansiyasında tikinti işlərinə start verilmişdir. Bu tikinti işləri 188 kilometr uzunluqda dəmir yolunu əhatə edəcək, məqsəd müasir tələblərə uyğun dəmir yolu şəbəkəsi qurmaqdır. Yol hazır olduqdan sonra yolun ümumi yük ötürmə qabiliyyəti 15 milyon tona çatdırılacaqdır. Bildiyiniz kimi 2025-ci ilin avqust ayının 8-də cənab prezident Vaşinqtonda beynəlxalq sülh və rifah üçün marşrut, Tramp marşrutunun razılaşmasına imza atmağa nail olmuşdur. Bu razılaşma ilə bizdə dəhliz üzərində yerləşəcək ölkələr arasında dəmir yolu bağlantısı qurulacaqdır. Zəngəzur dəhlizi orta dəhlizin əsas komponentlərindən biri hesab olunur və gələcəkdə Avropa-Asiya arasında yük daşımalarda ən yaxşı alternativlərdən biri kimi qiymətləndirilir. Bu dəhliz nəinki şərq-qərb, həm də şimal-cənub istiqamətində yük daşımalarda mühüm həlqələrdən biri olacaqdır.